Salam, axşamınız xeyir, hörmətli tamaşaçılar. ASTV xəbərin xüsusi buraxılışı efirdədir. Studiyada Cavid Sadıqovdur. Bakıda keçirilən mini futbol üzrə dünya çempionatının qalibi artıq bəllidir. Milli Gimnastika arenasında təşkil olunan final görüşündə Azərbaycan və Macarıstan yığmaları üz-üzə gəldi. Maç komandamızın 4-2 hesablı qələbəsi ilə yekunlaşdı. Millimizin heyətində qolları Təmkin Xəlilzadə, Məhəmməd Xəlilov və Rəvan Kərimov vurdular. Bununla da Elşad Quliyevin rəhbərliyi elədiyi kollektiv tarixində ilk dəfə dünya çempionatının qalibi oldu. İnamlı qələbə hər kəsin sevincinə səbəb olub. Biz hazırda Milli Gimnastika arenasına bağlanırıq və təfərrüatları əməkdaşlarımızdan eşidəcəyik. İlk olaraq Fuad Eldarovla birbaşa bağlantı yaradırıq. Fuad, buyur, söz səndədir. Təəssüratları səndən eşidək, sevinci səndən eşidək, buyurun. Axşamınız xeyirli olsun. Bu gec vaxtda xalqımıza gözəl bir xəbəri çatdırmaq üçün vəzifə başındayıq. Hazırda Milli Gimnastika arenasında keçirilən mini futbol üzrə dünya çempionatı yekunlaşıb. Finaladək uğurla irəliləyən milli komandamız yekunda Macarıstan yığması böyük hesabla 4-2 hesabı ilə məğlub edərək dünya çempionu oldu. Onda qeyd edək ki, milli komandamız bundan əvvəl 2022-ci ildə keçirilən Avropa çempionatında da qitə miqyaslı yarışında qalibi olmuşdu. Qızıl medalları qazanmışdı. Avropa çempionu olmuşdu. Bu dəfə isə növbə dünya çempionatını idi. Elə öz azarkeşlərimiz qarşısında Bakıda Milli Gimnastika arenasında keçirilən mundialda futbolçularımız sonadək uğurla çıxış edərək, sonadək sürətli, gözəl oyunu ilə gözəl anlar bəxş edərək azarkeşlərə yekunda çempion oldular. Onu da qeyd edək ki, istər qrup mərhələsi, istərsə də play-off mərhələsində milli komandamız rəqiblərinə heç bir şans vermədi. Elə baxın, bu azarkeşlər önündə Milli Gimnastika arenasının bütün tribunaları dolu vəziyyətdə azarkeşlərin dəstəyini də alaraq yekunda finalda qalib gəldi və dünya çempionu, dünya birincisi adını qazandı. Hazırda isə milli komandamızın fəxri kürsüdə mükafatlandırma mərasimi keçirilir. Bundan əvvəl komandamızın rəqibi Macarıstan futbolçuları öz mükafatlarını almışlar. Ondan əvvəl isə turnirin birinci mükafatçısı Serbiya futbolçuları öz mükafatlarına qovuşmuşlar. Müxtəlif nominasiyalarda qalib və mükafatçılar da istər Bamberdir, istər ən yaxşı oyuncu, ən gənc oyuncu və ən yaşlı oyuncu nominasiyalarında da qaliblər mükafatlandırılıblar. Hazırda isə futbolçularımıza mükafatlar təqdim olundu. Bir qədər sonra isə artıq çempionluq kuboku kapitanımızın əlinə təqdim ediləcək və bütün komanda ilə birlikdə kuboku başları üzərinə qaldıracaqlar və budur 2025-ci il dünya çempionu Azərbaycan milli komandasıdır. Təbrik edirik futbolçularımızı və xalqımızı bu gözəl zəfər münasibəti ilə, bu gözəl qələbə münasibəti ilə bütün xalqımızı, bütün futbolçularımızı, bütün idman camiasını və azarkeşləri hər birini ayrı-ayrılıqda təbrik edirik. Biz də öz növbəmizdə azarkeşlərə, tamaşaçılara gözəl kadrlar bəxş etdiyimiz üçün, gözəl kadrlar göstərdiyimiz üçün fəxr hissi, qürur hissi duyuruq. Belə gözəl anları tamaşaçılarımıza biz yerindəcə ASTV xəbər komandası olaraq yerindəcə Milli Gimnastika arenasından, bu gözəl məkandan azarkeşlərin və tamaşaçıların birlikdə yanında məlumatlarımızı çatdırırıq. Hələlik sizə çatdıracaqlarımız bu qədər idi. Sözü artıq studiyaya buraxıram. Çox sağ olun Fuad, çatdırdığınız ətraflı məlumatlara görə biz də milli komandamızı səmimi qəlbdən təbrik edirik. İndi isə hörmətli tamaşaçılar, digər əməkdaşımızla əlaqə yaradırıq. Səbuhi Vaqifoğlu ilə. Səbuhi isə Milli Gimnastika arenasının xaricindən bizimlə birbaşa bağlantıdadır. Səbuhi, buyur, təəssüratları səndən də eşidək. Necə də orada vəziyyət, havanı bizə olduğu kimi çatdır, xahiş edirəm. Buyurun, söz sizdədir. Axşamınız xeyirli olsun Cavid. Mən də öz növbəmdə Azərbaycan millisini bu qələbə münasibəti ilə Azərbaycan xalqına təbrik edirəm. İnşallah bundan da gözəl, yüksək zirvələrə nail olsunlar. Nəinki Azərbaycan millimiz, həmçinin klublarımız,
çempionatlarda, beynəlxalq arenalarda təmsil edən klublarımız daha da uğurlara imza atsınlar. Biz hazırda Milli Gimnastika Arenasının qarşısındayıq və azarkeşlər yavaş-yavaş gimnastika arenasını tərk etməyə başlayıblar. Hazırda yanımızda bir qrup azarkeşlər var ki, onlar öz sevinclərini bu cür nümayiş etdirirlər. Azərbaycan millisinin qələbəsi münasibəti ilə azarkeşlərimiz böyük coşku ilə, sevinclə qarşılayırlar. İstərdim qısa da olsa azarkeşlərimiz bizimlə öz təəssüratlarını bölüşsünlər. Hər vaxtınız xeyirli olsun. Necə bir hissdir? Gəlmişdiniz bax oyunlara baxmağa. Öz təəssüratınızı bölüşərdiniz. Özünüz təqdim edin zəhmət olmasa. Süleyman, Bakı şəhərinə. Çox gözəl his. Bundan gözəl, qürurlu his nə ola bilər? Mini futbolda dünya çempionu olduq. Bütün rəqibləri demək olar öz gücümüzü göstərdik. İnşallah bundan da gözəl qələbələr arzulayıram və əsas millimizə də bundan sonra uğurlar arzulayıram. İnşallah böyük millimizi də görərik final mərhələsində, dünya çempionatında. Təbriklər, təbriklər. Sizə zəhmət olmasa öz təəssüratınızı bölüşərdiniz, özünüzü təqdim edin. Mən Musalı Elcan. Bugün həqiqətən bizim üçün çox sevincli bir gündür. Nəinki bizim üçün, bütün Azərbaycan xalqı üçün çox sevincli bir gündür. Yəni bu gecə həqiqətən çox sevincli olacaq. İnşallah bu mini futbol uğurumuzu böyük futbolda da gözləyirik. Yaşasın Azərbaycan mini futbolu, yaşasın Azərbaycan. Təbrik edirəm bir daha. Bəli, bir daha qeyd edim ki, hazırda biz gimnastika arenasının qarşısındayıq və azarkeşlər maç bitib və mükafatlandırma mərasimi keçirilir və azarkeşlər yavaş-yavaş gimnastika arenasını tərk edirlər. Təbii ki, növbəti buraxılışlarımızda da biz bu haqda məlumatlar verməyə çalışacağıq. Azarkeşlərimizin təəssüratlarını sizinlə bölüşəcəyik. Hələlik bizdən bu qədər, söz yenidən sizdə. Çox sağ olun Səbuhi, çatdırdığınız ətraflı məlumatlara görə biz də bir daha qeyd eləmək istəyirəm ki, milli komandamızı səmimi qəlbdən təbrik edirik, azarkeşlərimizi səmimi qəlbdən təbrik edirik. Belə hörmətli tamaşaçılar, ASTV xəbərin xüsusi buraxılışını izlədiyiniz diqqətiniz üçün təşəkkürlər. Hər zaman ən xoş xəbərlər çatdırmaq diləyilə salamat qalın.